Salam səhifəmin gözəl xanımları, necəsiz? Sizi çoxdandır belə salamlamıram mən. Düşündüm, bu dəfə də belə salamlayım. Bugün günlük vloqla gəlmişəm mən. Səhifəmi əvvəldən izləyən xanımlar bilirlər ki, də artıq belə beynimə qoydum ki, mən mütləq o qızılı kantı tapmalıyam və divanı düzəltməliyəm. Bu günləri yollandım 8-ci kilometr bazarına. Qızımla oranı da alt-üst elədik. Pərdə bölümləri, süfrə bölümləri, xırdavat satılan yerlər, hər şeylə maraqlandım. Düzü qızılı kant deyən kimi o dəqiqə parçadan olan kant verirlər. Axırı sağ olsun, orada bir dayı dedi ki, hə sən bilirəm nə axtarsan, o da aşağıda 9 mərtəbənin altında olacaq. Yəni ora get 100% tapacaqsan. Düzü düşdük, ora gördüm, orada mebel yerləri var, nə bilim, satılan xırdavatlar var. Dedim, yox, deyəsən heç burada da yoxdur. Bir də gözüm parça belə parça kimi bir yerə rastlaşdı. Dedim ki, görək bəlkə burada olar. Girəndə dedi ki, bəli var. Dedim, neçəyə? Dedi, 12 manata metrəsi. Düşündüm, mən onu kant kimi təsəvvür edirdim. Düşündüm ki, onda mənə çox lazım olacaq. Çünki 4 dənə belə hardasa bir yarım metrlik kantlardır. Düşündüm, onda mənə çox gedəcək. Yəni xərcim çox çıxacaq. Sonra oğlan artıq göstərəndə ki, parça kimi bir şeydir. O qədər sevindim. Dedim, hə, yarım metr mənə polnu bəs eləyəcək. Və orada dedilər ki, bunu ancaq tikmək lazımdır. Bizdə də elə, yəni divanı ilə tikiləsi bir yer yoxdur da. Bütün yol boyu düşündüm. Yoldaşıma zəng elədim. Biz bunu necə edə bilərik? Evə gələndə baxarıq. Mən artıq axı evdə bunu elə etməliyəm, beynimə qoymuşam. Nəysə, fikirləşə gəldik. Nəsə çörək yedik. O qədər həvəslə gedib bunu almışam ki, aldığım yerdə də qoyub çıxmışam. Bir də qara evə çatanda yadımıza düşür ki, biz qızılı kant yoxdur. Bir də təzədən onun üçün abratını geri qayıtmışıq. Sonra bunu aldım. Ən çox yəni arzusunda olduğum buydu da. Bir də yenə də səhifəmi izləyən xanımlar bilirlər ki, bizdə divan üstündə 4 ədəd yastıqçası var idi. İkisi iri, ikisi də 4 günc. O 4 günclərin də üstündə belə qızılı kant gedirdi və onlar da yuduqca, hər dəfə yuyulduqca onların da qızılı kantı hamısı gedib. Bir də bunlardan kəsdirib, indi qapı bir qonşum dərzidir. Ona verəcəm ki, o qızılı kantları içinə təzədən tiksin, yenidən tiksin. Çünki belə özləri demək olar ki, təmiz qalıblar. O qədər bu fikirlə evə gəlirdim ki, yolda zəng eləmişəm qonşuma ki, biz bu qızılı kantı necə vura bilərik? O deyir, gəl ay qız, düzəldəcəyik. Sonra gəldi, onu da çağırdım, bunu necə elə bilərik? O da dedi ki, gəl bunu tapanca kleyi ilə yapışdıraq və salam. Doğrudan da gördüm, yaxşı. Dedim, getsəyə də ehtiyacım yoxdur. Tapanca kleyi ilə qəşəng qoydum, yapışdırdım. Əgər kiməsə bu mənim kimi axtarışdadırsa, kiməsə bu qızılıq belə bu kantdan lazımdırsa, mən dəqiq ünvanını deyərəm sizə, gedib hardasına götürərsiniz. Daha sonra gəldik, keçən dəfə divan üstü almışdım. Ümumiyyətlə zalın çatışmayan şeyləri çox idi. Həmişə deyirdim alaram, amma son bir ayda artıq beynimə qoydum ki, yox da bunlar mütləq alınmalıdır. Şükür Allaha ki, Allah da elə yol açdı ki, onları aldım. O günləri divan üstü aldım, bir də stol üstləri aldım. Çünki stollarım da tez-tez batırdı. Bugün isə artıq divan üstünün yastıq üzlərini aldım ki, bir-birinə uyğun gəlsin. Əslində bu yastıqları alanda, o birisi yastıqçaları alanda çox, yəni heç ürəyimcə yatmırdı ki, çox dəxilsiz görsənir. Amma son vaxtlarda aldığım bu qızılı bir şeylərlə sanki sonra yolkanın yaşıllığı falan sanki hamısı bir-birinə uyumlu gəldi. Bu yastıqları da dəyişdim və içlərindəki sintifon artıq yaprıxmışdı. Düşündüm ki, bunu necə belə edim? Qızımın köhnə sintifon yastığı vardı və onu atmaq istəyirdim. Düşündüm ki, yox, onu atmayım. Elə onun sintifonlarını bu yastıqların içinə vurum ki, biraz da daha şişman görsənsinlər. Və elə də gəldim, etdim. Əslində bunu götürüb və biraz da ditsəydim, daha da yaxşı olardı. Sadəcə ona zamanım yox idi. Bir də neçə vaxtı bu küknar ağacının sanki budaqları kimi satılır bunlar. Bunu almaq istəyib, stolun üstünə qoymaq istəyirdim. Mən keçən dəfə xırdalarını almışdım. Bu dəfə artıq böyüklərini istirdim stol üstü üçün. Bir də bizim süfrəmiz, yəni biləm, maloçnu rəngdədir. Onu da bu evə köçəndə biraz baha almışdım ki, yəni biri olsun, yaxşısı olsun. Ona görə onu heç buradan dəyişmək istəmədim. Çünki hər şeyə uyğun gedir. Runer fikirləşirdim ki, alım. Tam ürəyimcə olmasa, tam istədiyimi tapmasam da bu biraz oxşuyurdu. Qızım da dedi ki, mama götürdü, olsa qırmızılı falan hamısı bir-birinə uyğun gələcəklər. Nəsə bu runeri də götürdüm. Bunları artıq qara evdən getdik, götürdük.
Bu küknar ağacı budaqlarından əslində 4-5 dənə də alsaydım daha yaxşı olardı. Amma baxdım ki, ona çatmır, pulum çatmır. Ona görə də elə 3 dənəsini aldım. Evdəki xırdaları da aşağı tərəfdən qoydum. Həqiqətən dolu bir göstərdi. Bir də bu bantiki çox xoşuma gəlmişdi. Dedim ki, yox, bunu da almalıyıq. Nəyəsə uyğunlaşdıracağam. Axırı ki, onu da aldım. Elə dedim ki, eybi yox. Güldanı elə üstünə vuracağam. Heç nə yeməmişdik deyə qızım sağ olsun bizə gələndə keks eləmişdi ki, çayla içərik. İnanırsınız, heç əynimi dəyişmədən. Mütləq birinci qızılları elədim, sonra yastıqları elədim. Tostu anladım. Heç nə aclıq, nə susuzluq, heç nə yadıma düşmürdü. Beynimə vermişdim ki, bunları mütləq bu günlər etməliyəm. Və bitirdim. Bu da evin son halı. Ümid varam ki, sizlər də bəyəndiniz. Bugünlük isə məndən bu qədər. Hələlik.